Hər kəs salamlayıram, Kölgədə Qalma proyekti efirdədir və birinci buraxılışımızda birinci qonağımız TikTok sosial platforması üzərindən öz dedikləri ilə, öz ateistik fikirləri ilə geniş rezonans doğuran Çevik bəydir. Çevik bəy, xoş gəlmisiniz. Təşəkkürlər dəvətiniz üçün. İstəyirəm birinci onu xatırladım ki, bu verilişdə, bu proyektdə verdiyiniz cavablara məsuliyyət özünüz daşıyırsınız. Əlbəttə. Və ilk sualımı vermək istəyirəm sizə. Azərbaycanda bir nömrəli kafir olmaq necə bir hissdir? Bu qədər tanrı olacağımı mən özüm əvvəlcədən planlamış və ya düşünmüş deyiləm. Amma bugün burada bu qədər sərt olacağını gözləmirdim. Belə bir başlanğıc. Bəli, bizdə sərt olacaq həmişə. Bu qədər tanınır olmaq avantaj gətirdiyi kimi dezavantaj da gətirir. Çünki ateizm və inancsızlıq, dinsizlik Azərbaycanda bəlli bir kütlə tərəfindən aqressiya ilə qarşılanır. Sanki Marsdan gəlmiş kimi və ya fərqli bir tərzdəymiş kimi. Amma heç də problem deyil. Siz bu məsəl üçün təbliğat edəndə necə düşünürsünüz? Yəni Azərbaycan üçün, dövlətimiz üçün, millətimiz üçün nə kimi faydası var ki, ateizmin bu qədər inadkarlıqla yəni təbliğ edirsiniz bunu? Mən əslində heç kimə ya da canlı yayın formatında və ya bu mövzuda təbliğat apararkən ya da bu mövzulardan danışanda kimsəyə gəlin ateist olun, tanrıya inanmayın və ya bu mövzular xətalıdır kimi şeyləri diktə eləməyə çalışmıram. Sadəcə sorğulama şansı verirəm və sorğulaya biləcəyi bir kök verirəm. Arxa plan verirəm ki, nəyə inandıqlarını bilsinlər. Məsəl üçün Azərbaycan İslam ölkəsi deyirlər ki, bu dövlət anlayışında belə deyil, konstitusiyada qeyd olunur ki, din dövlətdən ayrıdır. Tamam. Amma Azərbaycanda kütlənin, insanların, cəmiyyətin böyük bir əksəriyyəti faiz etibarilə İslam mənsubudur. O kütlənin içində, o cəmiyyətin içində, o topluluğun içində öz kitabını, öz qaynaqlarını, öz dinini araşdırıb və özü yenidən seçim eləyib o dinə gələnlər çox azdır. Mən sadəcə şərait yaradıram və ya təklif edirəm ki, sorğulasınlar nəyə inandıqlarını. Bəs nə kimi faydası var ölkəmiz üçün bunun? Sorğulaya bilən insan, sorğulaya bildikdən sonra, sorğuladıqdan sonra gələcəyi və alacağı nəticəni özü seçmiş olur. Və bu bəlli bir intellekt səviyyəsini qaldırır. Milli dəyərlərimiz var, bizim milli mədəniyyətimiz var, güclü tariximiz var. Bunu İslamla eləmək mümkün deyil. İslam birləşdirici gücü, İslam dini birləşdirici gücünü artıq çoxdan itirib. Çünki dinin içində təriqətlər var, qruplar var, şiəsi var, sünnisi var. Onların içində belə məzhəb və qruplar var. Bu bir birləşdirici güc deyil. Biz olmasaq, yəni dinsiz təbliğatı, agnostik, deist, ateist, panteist təbliğatı olmasa, biz olmasaq belə bu yoldaşlar özləri ilə bir diskusiyadadılar, özləri ilə bir mübahisələdilər. Biri deyir, mənim məzhəbim doğrudur, biri deyir, mənim məzhəbim doğrudur. Eyni ilə xristianlıq və yahudilikdə də bu məzhəb ayrımları var. Amma bir türlü bu prosesin içində, yəni yüz illərdir ki, inkişaf edir toplumlar, həmin o dindən. Yəni ateizmin gəlişi nəyi dəyişəcək ki, sanki? Rasional düşüncənin inkişafına səbəb olacaq. Məntiqli və rasional düşüncənin inkişafına. Və inkişaf edir dediyiniz bir nümunə istəyərdim varsa. Necə? Dini konseptə sahib olub, tamamilə şəri bir sistemlə idarə olunan və inkişaf eləmiş, mədəni, intellektual, elmi sahələrdə inkişaf eləmiş bir nümunə varmı? Siz demək istəyirsiniz ki, İslam harda varsa, din harda varsa, orada problem var? Əgər din dogmatikdirsə, bəli. Çünki İslam və digər dinlər dogmatik anlayışı təlqin eləyir. Baxın, sosial platformada siz çox məşhursunuz. Yəni bildiyimiz kimi, yəni neçə min insan izləyir sizi hər gün? 3000, 2500. 3000, 2500 insan izləyir sizi və sevənləriniz də var və düşünürəm ki, sevməyənləriniz daha çoxdur hal-hazırda. Və inadkarlıqla kommentlərdə izlədim ki, orada Elşad Miri ilə sizin debatınızı istəyirlər. Əgər elə bir şey baş verərsə, Elşad Miri ilə debat baş tutarsa, nə düşünürsünüz? Əksər müsəlmanlar yazır ki, Çevikin heç bir şansı yoxdur. Siz özünüz nə düşünürsünüz bu barədə? Əksər müsəlmanlar yazır və onu yazan müsəlmanlar böyük ehtimal
öz dinini yetərincə araşdırmış insanlar deyil. Çünki İslamın klassik bir fiqh anlayışı var, klassik bir fəlsəfi dəstək xətti var. Və Elşad bəy tamamilə bunların xətalı və tərcümə xətaları və ya qayna xətaları ilə dolu olduğunu yazır. O zaman belə bir tələb qoyulmalıdır ortaya. Yeni bir konsept varsa, yeni bir konsepti tam şəkildə təqdim edin. Əgər Elşad bəy İslam adı ilə bizimlə debat edəcəksə və ya olsa belə bir debat, burada bir ciddi problem var. Kimin və hansı tanrı anlayışının rəddiyəsi və ya qəbulundan söhbət gedəcək. Çünki mənim əlimdə Qafqaz Müsəlmanlar İdarəsinin və ya Məkkədə, Mədinədə təsdiqlənmiş, bütün dünya tərəfindən legitim qəbul olunan standart bir Quran var, kitab var. Və o kitabın təqdim elədiyi bir Allah anlayışı, tanrı konsepti var. Və Elşad bəy bunun tamamilə xətalı olduğunu deyir. O zaman yeni bir tanrıdan söhbət edirik biz və ya bizim bilmədiyimiz bir tanrıdan söhbət edirik. Siz hansı sual verə bilərsiniz ki, Elşad Miriyə ki, məsəl üçün təbii ki, bir neçə sualınız olacaq, amma hansı sual verə bilərsiniz ki, Elşad Miriyə aciz qalsın o sualın önündə? Elşad bəy belə bir debat olsa ya da belə bir diskussiya olsa, ilk verəcəyim suallardan biri biz kimin tanrısından, hansı tanrıdan danışırıq? Necə İslamın tanrısından deyəcəkdir? İslamın tanrısındandırsa, o zaman Quran tamamilə xətalı olmuş olur. Çünki o Quranı bu belə deyil, o elə deyil, bu belə deyil, o ayət xətalıdır, bu ayət xətalıdır deyirsə, yeni bir Qurandan danışırıq biz. Tamam. Sizin hətta mənə dedilər ki, Diamond Tema, agnostik Diamond Tema ilə də sizin bir debatınızı istəyirlər. Türk dünyasının da, yəni izləyiciləri, türklər də bu barədə danışırlar ki, düzdür, sizi tam başa düşmürlər, amma istəyirlər ki, debatınız baş tutsun. Orada nə baş verəcək ki, siz ki, eyni dalğada yəni, cərəyan edirsiniz? Orada baş verə biləcək bir şey yoxdur. Diamond Tema, yəni bir debat ünsürü deyil də, müzakirə ola bilər sadəcə. O da önəmli gördüyüm bir şey deyil, yəni o debat eləmək. Çünki debatın mövzusu nə olacaq? Format olaraq agnostikdir, istifadə elədiyi yöntəm fizikalistdir, yəni naturalist metodologiya istifadə olunur. Nəticə itibarilə eyni bənzər bir əqidə və bənzər bir düşüncədəyik və o debatdan əldə olunacaq bir şey yoxdur. Amma fikir mübadiləsi ola bilər, fikir alış-verişi ola bilər ki, bu insanlara maraqlı ola bilər. Planımızda yoxdur, yəni Diamond. Sizin yayımlarınızın birində bir qeyd etmişsiniz ki, əgər Zori Balayan İslamı qəbul edərsə, qardaş sayılırmı? Bəs mən sizə sual vermək istəyirəm. Təbii ki, biz də bütün, yəni hər bir Azərbaycanlı kimi, hər bir türk qanı daşıyan bir insan kimi biz də qardaş saya bilmərik heç kimi, elə birilərini, qatilləri. Amma sizin inancınızda, sizin düşüncənizdə necədir? Bir insan ateist olarsa, sizlə eyni inancda, eyni təfəkkürdə olarsa, sizə qardaş sayılırmı? Xeyr, sayılmır. Bu ateizm başqa bir şeydir, bu artıq şəxsi məsələdir. Ateizm sadəcə tanrı və tanrıları rədd edən fəlsəfi bir görüşdür. Geri qalan şeylər milli məsələlər, əxlaqi məsələlər, bunlar tamamilə şəxsin özünə bağlı bir məsələdir. Və bir adamın ateist olması mən ona qardaş ya da onu mənə qardaş eləmir. Haşiyədən kənara çıxıb bir sual vermək istəyirəm. Yəni bu siyasi bir sual olacaq. Ermənilər belə deyək. Nə düşünürsünüz? Yəni Azərbaycanlı qanı daşıya bilərmi onlar? Bu mənim verəcəyim bir cavab olmamalıdır. Çünki bu dəqiqlik tələb edən bir sualdır. Cavabı dəqiq olmalıdır. Bu səbəbdən bunu antropologiya mütəxəssislərinə verə bilərik. Növbəti qonaqlarımızdan biri. Tamaşaçılara bir şey xatırladım ki, bir müddət öncə bir yerdəydim, deməyəcəm hansı şəhər idi. Azərbaycanın təbii ki, rayonlarından biri idi. Orada mən qəbirlər gördüm və qəbirlərin üzərində erməni soyadları yazılmışdı. Və ətrafda yaşayan insanların da soyadlarında, adlarında erməni adları müşahidə etdim. Necə düşünürsünüz? Qarabağ erməniləri də yəni Azərbaycan xristianları ola bilərmi? Mənə görə xeyr. Mənim dəyərli şəxsi və subyektiv düşüncəmə görə xeyr. Ayrı-ayrı bir qrupdur. Yəni buradan elə çıxmasın ki, biz əslində istəyirik bir toplum olaraq sizi bir cəncələ suallarla, amma təbii ki, tamaşaçıların verdiyi suallardır. Mənə də bir neçə nəfər dedi ki, bu sualı verməlisiniz Çevik bəyə. Süni intellekt barədə soruşmaq istəyirəm. Bildiyiniz kimi artıq musiqi industriyasını bitirmək üzrədir sanki süni intellekt. Alimlər
hələ ki dəmirdən yaradır robotlarını və bədənindəki kabellər belə deyək, yəni şunurlar belə deyək, yəni başqa bir tərkibdədir. Damar olarsa, Adəmin yaranması artıq demək olar ki, yəni insan Adəmi yaratdı. Yeni bir Adəm yaransa. Proqramlar yazılsa üzərinə, sevgi proqramı, ağlamaq proqramı, bütün proqramlar yazılsa insana çevrilə bilərmi? İnsan Adəmi yarada bilərmi? Əslində xeyr. Burada tanım olaraq söhbətin nədən getdiyini dəqiqləşdirmək lazımdır. Amma biolojik bir maşın biotexnologiya ilə idarə olunan, biotexnoloji əsaslarla qurulmuş bir sistem ola bilər, amma tam olaraq heç vaxt tam biolojik bir sistem olmayacaq. Sizcə bu məşhur filmlərdəki kimin bu süni intellekt bir gün insanlığı bitirmək üçün yola çıxıbmı? Düşünmürəm. Çünki insan kontrolunda və bəlli bir təhlükəsizlik protokolları ilə var olan bir sistemdir. Amma burada bəlli risklər var. O risklər bizim ölkəmizdə də var. Onu istifadə edən və doğru istifadə edə bilən bir toplum olması lazımdır. Əslində biz bunu mən öz yayınlarımda da vurğulayıram. Süni intellektdən doğru istifadə edə bilmə yöntəmləri bilinməlidir. Məsəl üçün bizim toplumumuz hələ də süni intellekt və ya ona bənzər modellərdən doğru düzgün istifadə edə bilmir. Nəyi necə soruşacağını belə bilməyən insanlar var. Sadəcə soruşur. Amma oradan çıxan tekst və mətnləri %100 doğru olaraq qəbul edən insanlarımız da var ki, bu çox ciddi bir təhlükədir. Çox ciddi bir təhlükədir deyirsiniz. Bəs cinlər, ruhlar ciddi təhlükədir. Yəni siz bir çıxışınızda dediniz ki, cinlər, ruhlar yoxdur sanki. Yəni siz elə vurğulamışdınız. Metafizik varlıqlar yoxdur. Bəs sizi bir gün qəbirstanlıqda bir qəbrin içinə qoysalar, yəni siz qorxmayacaqsınız həmin qəbirdə, yəni bir cinin olmağı, bir ruhun olmağını, yəni heç cür düşünmürsünüz. Buna məruz qalmışam bir neçə gün qəbirstanlıqda və qəbirlər olan bir bölgədə. Gecədə olmuşam, gündüzdə olmuşam. Yəni orada bir şeylərin mənə dəydiyini görməmişəm. Mənə bir yaxın qardaş dedi ki, onu aparıb ya samolyotda, yəni o təyyarədə turbulansa düşəndə təyyarə ateistin nə düşündüyünü soruşmaq lazımdır. Ya da ki, həmin o qəbrə yenidən bir qoymaq lazımdır, görək o qorxacaqmı həmin qəbirdə? Nə düşünürsünüz? Qəbri test eləmək olar, turbulansı mən tapa bilmərəm, o rast. Turbulans, tamam, o təyyarə biraz, tamam, o da mümkündür. Amma düşünürəm ki, öz inancında möhkəm olan adam o fikirdən, öz fikrindən dönməz də. Mən savaş zamanı döyüşdə də olmuşam, daha kritik vəziyyətlərdə də olmuşam, bir tanrı düşündüyüm yadıma gəldi. Aha, siz əslində çox gözəl vurğuladınız. Siz döyüşdə olmusunuz. Bəli. Bilirəm, çox da danışmaq istəmərsiniz yəqin ki, bu barədə. Hərbi ilə və savaş xatirəsi ilə bağlı bilgi vermək istəmirəm. Mən sevmirəm. Əslində bu şərəfli bir şeydir. Biz sizə doğrudan da minnətdarıq ki, bizim üçün, millətimiz üçün belə faydalı bir iş görmüsünüz. Düşünürəm ki, hal-hazırda da inancımız üst-üstə düşməsə də faydalı iş görürsünüz. Çünki insanları düşünməyə vadar edirsiniz. Təşəkkür ederim. Bir təhlükə hiss edirsinizmi, yəni cəmiyyətdən gəzərkən millətin içində? Çünki eşitdiyimə görə hətta sizin haqqınızda fətva da verilib ki, nəsə təhlükəli ola bilər sizin üçün. Nə düşünürsünüz bu arada? Təhdid olur, aqressiya ilə yanaşma olur, hədə, qorxu, bu kimi şeylər çox olur. Amma mən çox rahatım bu mövzuda. Çox şanslı bir ölkədəyəm. Şanslı bir ölkənin vətəndaşı olduğumu düşünürəm. Çünki bizim ölkəmiz Əfqanıstan deyil ya da bənzərləri deyil. Güclü bir hüquq mühafizə sistemimiz var, xüsusi xidmət sistemimiz var. Dövlətin mexanizmaları bu istiqamətdə ciddi çalışır. Və ən önəmlisi, hər bir Azərbaycan vətəndaşının dini mənsubiyyətini və ya dinsizliyini, eyni zamanda buna fikir bildirmə və ya bildirməmə haqqını konstitusiyamızla qorunur. Yəni konstitusiya səviyyəsində qorunur. Bu səbəbdən sadəcə danışarlar. Yəni bu qədər ateist olan bir toplum, əslində yetər qədər Azərbaycanda ateist var və çox savadlı ateistlər də var. Amma necə oldu ki, heç bir yəni arxa dayağı olmadan niyə bu sualı verirəm? Əslində bu sualın səbəbi var. Çünki əksər müsəlmanlar deyir ki, siz masonlar tərəfindən və İsrail tərəfindən maliyyələşirsiniz və belə deyək, İsrailin adamısınız. Bu suala nə cavab verərdiniz?
Bu suala tək bir cümlə ilə cavab verərdim. Əgər İsrail Azərbaycandakı rasionalizmi və elmi dəstəkləyirsə nə gözəl. Bəs masonlar? Masonların gizli ya da qeyri-adi bir tərəfi qaldığını ehtimal eləmirəm. Yəni bu çoxdan çayxanada belə artıq bu söhbətlər getmir. Çünki masonlar, yəni burada çox önəmli bir məsələ var. Mason olmaq üçün belə bir dini inanc lazımdır. Çünki adamlar şərti var. Sizi heç götürməzlər masonlar. Məni ümumiyyətlə götürməzlər. Hələ ateist propagandası aparan bir adam ümumiyyətlə yaxına buraxmazlar. Təbii ki, siz müəyyən bir yollar qət eləyərək gəlib ateizmə çıxmısınız. Çünki siz də yəni inancınız var idi, fərqli inanclarınız olub yəqin ki, sonuçda gəlib ateizmə çıxmısınız. Panteizmdən keçmiş. Elə istəyirdim bu barədə biraz danışaq. Bilirəm bu mövzu sizin üçün çox önəmlidir. Yayımların birində siz hətta vurğuladınız ki, panteizmdən danışmayaq, çünki atam panteistdir və bu mövzulara girişmək istəmirəm. Amma zidsiniz panteizmə, çünki yəni ki inancınızda yəni əks şey deyir panteizmdə. Bir əsas sual vermək istəyirəm. Bu qədər önəmli bir ateist qoluna vurduğu tatunun mənası niyə panteist üzərinə qurulub? Tam olaraq panteizm üzərinə qurulmayıb, amma məsələ burasındadır ki, panteizmə zidd olduğumu dediniz, mən zidd olduğumu düşünmürəm. Olar bir dənə nəzər yetirim. Əlbəttə. Nə yazılıb orada? Nə xoş türkəm deyənə. Nə xoş türkəm deyənə. Siz özünüzü türk sayırsınız təbii ki. Bəli. Düşünürsünüzmü ki, yəni genetik analiz Azərbaycanda yəni icra olunsa və bu əlçatan olsa, insanlar öz genetikasını bilsə ki, hansı millətdən nümayəndədir, bu nə kimi bir fəsad törədə bilər? Bu bir fəsad deyil əslində, amma məsələ burasındakı milliyyətçilik dediyimiz şey tam olaraq da etnik bir şey deyil. Yəni bir türk olmayan bir şəxs də özünü türk kimi hiss eləyə bilər ya da türk topluluğunun ya da türk anlayışının içində hiss eləyə bilər. Bu bir ideologiya məsələsidir. Yəni Azərbaycan türk dünyasının bir mənsubudur, türk dövlətləri təşkilatı üzvüdür və Azərbaycan xalqı tamamilə türk deyil. Yəni bizdə ləzgilər də var, talışlar da var, avarlar da var, tatlılar da var. Bu xalqlar da bizim ailəmizin bir parçasıdır. Yəni, Azərbaycan ailəmizin və ya türk dünyasının bir parçasıdır. Çünki biz min illərdir bu coğrafiyadayıq. Bir yerdə savaşmışıq, bir yerdə ölmüşük, bir yerdə gülmüşük. Qatı milliyyətçilik yoxsa dövlətçilik sizin üçün seçim olaraq hansını seçərdiniz? Dövlətçilik, amma ideolojik olaraq milliyyətçilik üstündə qurulmuş dövlətçilik. Hal-hazırda Azərbaycanlı olduğu üçün. Azərbaycanda düşünürsünüz ki, yəni toplum milliyyətçidir. Azərbaycanda toplum bütünlüklə milliyyətçi deyil, amma vətənpərvər ruhda böyüdülüb və vətənpərvər anlayışı daha baskındır, daha ön plandadır. Aydındır. Cevik bəy, bilirəm ki, bu sizin sayəniz deyil, amma ölkədə bugün çox önəmli, aktual bir mövzu var. Uşaq pulu. Düşünürəm ki, bir ateistin uşaq pulu barədə fikirləri tamaşaçılara önəmli olar və düşünürəm ki, sizi sevməyənlər də bu suala necə cavab verəcəyiniz barədə, yəni ki, daha maraqlı olar ki, bu suala necə cavab verib özünüzü nə kimi çətinliyə sala bilərsiniz. Qeyd elədiyiniz kimi bu mənim mövzum deyil əslində, amma məsələ burasındadır ki, uşaq pulu buna cəmiyyət hazır olmalıdır, insanlar. Demək istədiyim biraz kobud və fərqli çıxa bilər və bəziləri də nifrətlə qarşılaya bilər, amma istismar olunma ehtimalı var mövzunun. Necə ki, mən bir neçə dəfə şahid olmuşam, məşğulluq agentliklərinin iş və iş şansı yaratmaq üçün verdiyi bəlli bir dəstək var. Avadanlıq, texnika və s. kimi, fotostudiya, avtoyima, bu kimi avadanlıqları verirlər. Amma bunu istismar edən insanlar var. Yəni, gedir məşğulluq idarəsinə 10 dənə qoyun alır, aparır, satır. Sonra bir il sonra bir də gedir. Yenə də 5 dənəsini alır, aparır, satır. Yəni, bu uşaq pulu da elə bir məsələdir ki, bir neçə istiqamətdə təhlil olunmalıdır. Biz uşaq pulu veririk deyək ki, dövlət uşaq pulu vermə qərarı aldı. Burada sistemin istismarı olunmaması lazımdır. 2, kontrolsuz çoxalma əngəllənməlidir.
Siz düşünürsünüz ki kontrolsuz çoxalma baş verəcək pula görə. Bəli. O qədər böyük məbləğ olacaq ki, bu yəni insanlar çoxalmağa çalışacaq o məbləğə görə. Məbləğ böyük olmayacaq. Çox uşaq, çox məbləğ deməkdir. Çox uşaq, çox məbləğ deməkdir. Bəli. Və bu hal-hazırda belə gənc nəsli və intellektual bir nəsli yetişdirmək kontrol altında və milli dəyərlərə sadiq yetişdirmək kifayət qədər çətindir. Sosial medianın təsiri var, blogerlərin təsiri var. Hal-hazırda belə çətin olan bir situasiyada və insanlarımızın da tam olaraq fəlsəfi və intellektual tərəfləri bəlli topluluqlarda tam da ön planda olmadığına görə bu kontrolsuzluğa gətirib çıxarda bilər. Bir də bunun başqa təhlükələri var mənə görə. Bu mənim şəxsi subyektiv fikirlərimdir. Kontrolsuz çoxalma dediyimiz şey istəmədiyimiz kütlənin böyüməsi deməkdir. Əslində millətimizin sayı çox olsa nə qədər gözəl olmazmı? Yəni düşünmürsünüzmü? Sayın çox olması cinayətin də sayının çox olması demək ola bilər. Küçələrdə yiyəsiz və kontrolsuz insanların sayının da, gənclərin də sayının çox olması deməkdir. Bu eyni zamanda hüquq mühafizənin yükünü 4 qatına artırmaq deməkdir. Bir də buradan önəmli məsələ yararlılıq məsələsidir. Çox olan bir say olsun 50 milyon yararlıdır. Bəs onda sayı çox olan dövlətlər düşünürsünüz ki, uşaq pulu verir deyə yəni problem yaşayır? Xeyr. Uşaq pulu verir, Avropa uşaq pulu verir məsəl üçün. Məsələ burasındakı Avropa insanı sistemi istismar eləmir və ya oradan 5 ya da 10 manat pul alacaq deyə çoxalmağa niyyət göstərmir. Amma bu elə bir şeydir ki, insan sayı, toplum sayı, toplum mühəndisliyi səbəbilə və onun nəzdində kontrol altında tutulmalıdır. İstisnasız. Çünki təhlükəsizlik məsələsi var burada. Bəlli bir riski var bunun, kontrolsuz çoxalmanın. Və hər çoxalan ailə də o saylara gəlib çatdıqdan sonra ona baxacağı və eyni səviyyədə və yüksək səviyyədə təhsil verə biləcəyi və tərbiyə verə biləcəyi qarantiyasını heç kim verə bilməz. Hal-hazırda. Siz elə danışdınız, mənim üçün çox yəni çətin bir yəni gəldi bu proses. Mən öz şəxsi fikrimi deyim, düzdür, aparıcı elə bir mövqedə olmamalıdır, amma toplum olaraq millət uşaq pulunu istəyir. Amma siz düşünürsünüz ki, yəni uşaq pulu verilməməlidir. Azərbaycanda ki, dünyanın harasında var belə bir atalar sözü ya da belə bir misal mən bilmirəm. Dövlətdən bir çöp də qənimətdir deyən bir topluma heç bir şey verilməməlidir, mənə görə. Düşünürsünüz ki, toplum dövlətdən bir çöp də qənimətdir deyən bir təfəkkürdədir. Bəli, o təfəkkür istismar eləyə biləcəyi bir avantaja sahib olmamalıdır. Bəs bu təfəkkürü necə daha mükəmməl formaya gətirmək İdeolojik var? olaraq. Yəni biz də bundan çalışırıq ki, insanlar düşünə bilən, sorğulaya bilən və sorğuladığı şeyin tam olaraq nə olduğunu bilən bir toplum olsun və bu cür bir toplumdan biz hər hansısa bir şeylər tələb edə bilərik ki, belə bir haqqımız da var zaten. Amma məsələ burasındadır ki, dövlətdən və ya hər hansısa bir qurum, quruluşdan, şirkətdən, X bir yerdən bir şey tələb eləyəndə nəyi və niyə tələb elədiyimizi və verəcəyi nəticələri bilən bir toplumumuzu hazırlamağa çalışırıq. Mən bu istiqamətdə olduğunu düşünürəm öz fəaliyyətimin. Bəs radikal dini qurumlar, radikal dini icmalar, sizin fikriniz onlarla bağlı və onların törətdiyi fəsadların önünə necə çıxa bilərsiniz? Yəni düşünürsünüzmü ki, ateizm bunun öhdəsindən gələr? Ateizm bunun tək başına öhdəsindən gəlməz. Gələ bilər, amma nəticələri fərqli ola bilər. Amma bu tək ateizm məsələsi deyil, dövlət və dövlətçilik məsələsidir. Çünki din və din adı altında aparılan fəaliyyətlər manipulyasiyaya və istismara açıqdır. Yəni radikalizmə də yönləndirilə bilər. Eyni zamanda ikinci, üçüncü, dördüncü dövlət və dövlətlərin xüsusi xidmətini də bu işin içinə qata bilər. Necə ki, biz bunun nümunələrini dəfələrlə görmüşük. Qonşu ölkələrdəki təsirləri görmüşük, qonşu ölkələrin bizə olan, toplumumuzda olan təsirlərini görmüşük və bundan necə istifadə edə bildiklərini görmüşük. Din, kimsə dinə düşmən deyil, amma din ölkə satacaq səviyyəyə vətəndaşı gətirməməlidir. İnsanı ölkəsini satacağı ya da milli dəyərlərini, öz mədəniyyətini satacaq duruma gətirməməlidir. Hal-hazırda sosial şəbəkə əslində çox möhtəşəm cavablar verirsiniz. Sadəcə mən həm qıcıq qapıram, yəni adamın əsəbinə toxunur verdiyiniz cavablar. İnciməyin, sadəcə hərənin öz inancı var. Yayımların birində
siz dövlət nişanlarınızı, yəni dövlətin sizə verdiyi ordenləri, yəni medalları tamaşaçıya göstərdiniz ki, yəni bir kafirdən də vətənpərvər ola bilər. Bu barədə istəyirəm qısa bir fikir alaq sizdən. Bu suala cavab vermək istəmirəm. Bu barədə danışmaq istəmirsiniz? Yox, necə bu suala cavab? Yəni bu sualda nə var ki, niyə bu suala cavab vermirsiniz? Cavab veriləcək bir sual deyil və mənim cavab vermək istədiyim bir sual deyil. Çünki o hərb və savaşla bağlı heç bir şeyi kütləvi şəkildə izlənəcək bir şeydə, bir konseptdə danışmaq istəmirəm. Təbii ki, şəxsi fikrinizdir, yəni seçim haqqınız var. Suala cavab vermək istəmirəm. İstəyirəm qısa olaraq, çox da bilirəm, siz çox geniş danışırsınız və tamaşaçılar da bəzən başa düşmür dediyiniz sözləri, çünki çox elmi sözlərdən istifadə edirsiniz. Qısa olaraq, Quranda necə bir ayələr, əsas hansı ayələrdir ki, insanları, məsəl üçün, yəni, düzgün yola aparmır? Düzgün deyil, yəni. Siz nə təzad görürsünüz, nə problem görürsünüz? Hansı ayələrdir? Çox vacib gördüyüm bir neçə məsələ var. Geri qalanları ilə çox da mənə görə vacib bir məsələ deyil. Elmi xətalar və s. kimi məsələlər mənə çox da vacib deyil orada. Və ən önəmli məsələlərdən biri insanları ayrı seçkiliyə, yəni diskriminasiyaya aparır. İnsanlar arasında ayrı seçkili yaradır. Başqa inanclılar doğru yolda deyil, haqq yolunda deyil. Haqq yolunda olan sadəcə bizik və ya ateist isə kafirdir. Eyni zamanda bizdən deyil, vətənpərvər ola bilməz, əxlaqlı ola bilməz, normal insan ola bilməz. Bu kimi şeylər təhlükəli şeylərdir. Hansı ayələrdə elə bir şey var ki? Çətin sual oldu deyəsən. Yox, əslində çətin deyil. Ayətlərlə soruşursunuzsa, Tövbə surəsində kifayət qədər ayət var, Müddəssir surəsində ayət var, Bəqərə surəsində... Məsəl üçün? Məsəl üçün Müddəssir surəsi 50 və 51-ci ayət. İnanmayanlara bir avazda eşşək deyir. Eşşək deyir? Bəli. Və mənə durduq yerə niyə eşşək olduğumu mərak edirəm. Hər zaman da mərak eləmişəm. Ağlı başında hər bir insanda bunu maraqlanmalıdır. Niyə mənə eşşək olmalı? Niyə mənə eşşək deyir? Kimə deyilir eşşək? Yəni inanclı olmayana? Bəli. Düşünürsünüz ki, bunu savadlı bir şəxs yazmayıb o kitabı? Yəni insan belə yazır. Dönəminə görə savadlı olub və kütlə idarə etməsində professional olduğu məlumdur. Anlaya bilirik biz bunu. Amma məsələ burasındadır ki, bu bizə aid bir mexanizma deyil, bizə aid bir kültürdə deyil, mədəniyyət də deyil. Məsəl üçün bir ərəbin İslam mənsubu olması heç də problemli bir şey deyil. Ki, bu səbəbdən də İslam coğrafiyası dediyimiz şeyin mərkəzində duran ərəb ölkələrində ateist sayısı barmaqla sayılacaq qədərdir. Çünki bu adamların ehtiyacı yoxdur. Bu adamlarla orada yazılan şeylər birəbir üst-üstə düşən anlayışlardır. Yəni, orada yazılan şeylər bu insanların mədəniyyətidir, öz mədəniyyətləridir. Amma onu gətirib bizim coğrafiyaya və bizim insanımıza təqdim edəndə bizdən uyğunlaşmır. Çünki bizim mədəniyyətimiz və bizim coğrafiyanın şərtlərini qarşılamır. Təbii ki, bu barədə yəni mən doğru birisi deyiləm ki, bu barədə geniş danışaq. Amma Elşad Miriyə buradan səslənirik və Elşad Miriyə əgər doğrudan da cavablamaq istəyirsə Çevik bəyin yəni, suallarını və doğrudan da İslam dünyası Azərbaycanda istəyir ki, Elşad Miri ilə Çevik bəy rastlaşsın. Niyə Elşad Miri ilə istəyirlər? Çünki başqaları sanki yoxdurmu və yaxud başqaları ilə niyə sizi yan-yana qoymurlar? Halbuki Elşad Mirinin özünü belə, yəni əsl İslam nümayəndəsi saymır böyük bir toplum. Məsəl üçün Sələfilər olsun, Şiələr olsun, Sünnilər, hətta Sufilər belə Elşad bəyi müsəlman saymır bəziləri. Amma geniş kütlə istəyir ki, sizin ikinizin debatı olsun. Ümidləri Elşad bəyə qalıbsa, artıq modernist bir İslamdan gedəcək söhbət, reform olunmuş, modernizasiya olunmuş və Elşad bəyin qurduğu bir sistemdir halda. Çünki başqa bir dəsti xəttdə olan İslam mən bilmirəm. Yəni, varsa kimsə təqdim eləsin. Burada məsələ Elşad bəyin, onların niyə Elşad bəyi istəməsi deyil. Sadəcə Elşad bəyi debat eləyə biləcək potensialda görürlər. Ateizmə qarşı. Halbuki təməldə ateizm çəkilsə ya da dinsizlik mövzusu bu məsələnin içindən çəkilsə, Elşad bəyi özləri sevmirlər. Yəni,
anti-İslamçı və yeni bir doğru olmayan bir İslam ortaya koyduğunu düşünürlər. Amma məsələ burasındadır ki, düşmanımın düşmanı dostumdur anlayışı. Yəni kimdir dostunuz? Mənim deyil, onlar üçün elədir. Yəni onlar məsələ ateizm olanda Elşad bəy gözəl insandır. Düzlü debat qabiliyyəti var. Amma ateizm məsələsi yoxsa Elşad bəy yalancı və olmayan bir İslamla danışan adamdır. Onları birləşdirən əslində bizik. Çox gözəl də bir fəaliyyətimiz var. Bilmirəm, bilirsiniz, bilmirsiniz. Sünni, Şiə, onların içindəki təriqətlər, Quran, sadəcə Quranla gedən və sadəcə Quran üstündən həyatını yaşayan insanlar, biz onların hamısını birləşdiririk. Bizə görə qardaş ola bilirlər əslində. Ateistlərə görə. Bəli. Mövzu ateizm olan hamısı qardaşdır. Cəlal Şəngör Türkiyədə çox önəmli bir ateistdir. Bəli. Və böyük bir yəni kütləyə sahibdir. Düşünürmüsünüz siz Azərbaycanın Cəlal Şəngörü ola biləcəksiniz? Yox, belə bir iddiam ola da bilməz. Çünki Cəlal Şəngörün ateistliyindən əlavə dünyada bilinən və sayılıb seçilən geoloqdur. Yəni, bu adam elm adamdır və illərini verdiyi bir ixtisas var. Elmi araşdırması var, elmi ixtisası var. Mən bu istiqamətdə fəaliyyət aparmıram. Bir dənə də sual vermək istəyirəm Çevik bəy. Düşünürəm ki, tamaşaçılar da istəyərdi ki, bu sual sizə ünvanlansın. Doğrudan da düşünürsünüz ki, İslam dünyasının ən önəmli şəxsi Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhu ilə 6 yaşında nigah bağlayıb, 9 yaşında deyilən hadisə baş verib. Düşünürmüsünüz? Yəni belə bir şey olub, yəni o qədər önəmli bir şəxs belə bir xəta eləsin? Mən düşünməyimlə bağlı bir şey deyil ki, İslam qaynaqları bunu sabit görür və orada yazdıqları qaynaqlardan istifadə edirik biz. Əgər İslamı tanıdan qaynaqlar özü bunu deyirsə, bu onların məsələsidir, mənim məsələm deyil. Yəni ola da bilər, olmaya da bilər sizin üçün. Bu deist yanaşma deyil. İslam qaynaqları yanlışdırsa, bəli, yanlışdır. Doğrudursa, doğrudur. Çünki özləri bu qaynağı verirlər. Xüsusilə də Səhih Buxari və Səhih Müslimdə bu mövzular keçir. 6 yaşında nişan, 9 yaşında evlilik qeyd olunur. Yəni bu onların yazdığı bir şeydir. Sizi kim maliyyələşdirir? İzləyicilər. İzləyicilər. Yaxşı maliyyələşdirirlər. Yəni sizin, yəni xüsusi bir neçə insan yəni maliyyələşdirir, yoxsa Minlərlə insan. Minlərlə insansa az, yəni siz sevdiklərinə görə? Az falan deyil. Yetəri qədər də var. Nə gözəl, nə gözəl. Azərbaycanda ateistlərin sayı həddindən artıq çox imiş. Bu cavablardan mən artıq bilmirəm nə başqa sual verim sizə. Çünki əslində çox suallar var. Siz bir sualla 5-6 sualın cavabını vermiş olursunuz, ona görə suallarımız qalır. Sonuncu sualımı vermək istəyirəm sizə. İşdi şayət dünyası dəyişdikdən sonra, öldükdən sonra dünya dəyişilmir. Sizin inancınızda dəyişməyə bilər, biz panteistiyik, biz də dəyişə bilər. Tamam, sizin dediyiniz kimi deyək. Öldükdən sonra Allah önündən olsaz, Allahın qarşısına çıxsaz, doğrudan da Allah var olsa, nə deyərdiniz Allah? Birincisi bu sualı belə cavablamaq istəyərdim. Söhbət hansı Allahdan gedir? İslamın Allah'a qabağıma çıxsa mən cənnətliyəm. Orada bir sıxıntı yoxdur. Necə cənnətəsiz? Siz bütün ömrünüzü zidd getmisiniz İslama. Bu iradi bir məsələ deyil. Tanrıya bağlı bir məsələdir İslama görə. Çünki Allah istəməyincə kimsə iman edə bilməz. Yəni mən imansızamsa, dolayısıyla Tanrı istəməyib. Deməli, yəni imansız eləyən bir Tanrı sırf imansız elədiyi üçün cəhənnəmə atmamalıdır. Kafir olmaq da bir əcəldir düşünürsünüz. İslamın formatı belədir, belə qurulub. Amma məsələ burasındadır ki, bu sual çox çeşitli cavablar çıxarda bilən bir sualdır. Orada Zeus'la qarşılaşsaq nə olacaq? Zeus'la qarşılaşsaq. Tamam, adı nə olur olsun. Nə deyərdiniz ona? Hər vaxtınız xeyir deyərdim. Bir kəlmə. Başqa şansım yoxdur. Başqa şansınız yoxdur. Keyfinə istəsə onu da eləyər. Düşünürəm ki, çox gözəl bir debatımız oldu bugün. Əslində çox suallar var və növbəti sualları növbəti verilişlərimizdə Çevik bəyə ünvanlayacağıq. Amma bir şey vurğulamaq istəyirəm. Deyirlər dünya sıfırlanmağa doğru gedir və düşünürəm ki, dünya sıfırlananda Nuhun gəmisi olsa, həmin gəmidə aydınlanmış insanlar olacaq. Gəmidə görüşərik. Kölgədə qalmayın. Kölgə ilə qalın.